Dostlar, sabahınız xeyir. Bir mövzu haqqında danışmaq istəyirəm. Deməli, mənə müraciət edən pasientlər, xəstə yaxınları əlaqə saxladıqları zaman yaranın şəklini göstərmədən, xəstəni müayinə elətdirmədən bizim xəstəmizin ödənişi nə qədər olacaq, bizim ümumi nə qədər ödənişimiz çıxacaq kimi suallar ünvanlayırlar. Əziz dostlar, bu videonu həm TikTok səhifəmdə, həm Instagram səhifəmdə paylaşacağım. Bunu paylaşmaq zorunda hiss elədim özümü. Çünki bəzən çobud və hətta aqressiv danışıram. Təbii ki, normalda mən aqressiv insan deyiləm. Amma məcbur oluruq. Bəlkə də mənim verdiyim suallar qarşı tərəf tərəfindən aqressiv kimi qəbul oluna bilər. Əziz dostlar, sizin xəstəviz və bu mənə də aiddir, hər kəsə aiddir. Biz elektrotexnika deyilik. Bizə qiymət qoyulmayıb. Biz insan orqanizmidir bu vücud. Və altda yatan bir çox xəstəliklər ola bilər. Bu xəstəliklərin bir-birinə bağlılığı ola bilər. Və bir səbəb ola bilər ki, bu səbəbdən yara sağala bilməz. Mənə gələn bütün pasientlər bilməlidirlər ki, mən yara baxım mütəxəssisiyəm. Mənim işim sadəcə və sadəcə dəri səthi ilədir. Mən heç bir resept yazmıram. Mən heç bir müayinə metodu icra eləmirəm. Bunu icra eləyən həkimlər var. Komandamızın rəhbəri var, üzvləri var. Məsələn, bizim infeksiyon tərəfi baxır, Vüsalə Yaşar, Vüsalə doktor. Yəqin ki, onu da tanıyırsınız. Bizim dahiliyyəcimiz var. Bizim revmatoloqumuz var. Ancaq mənim işim xəstə gəldiyi zaman, ilk müraciət elədiyi zaman mən bu xəstəliyin hansı xəstəlik olduğunu anlayıb ki, bu da işin bəlkə yarısından çoxudur, anlayıb doğru həkimə yönəldirəm. Və komanda şəklində işlədiyimiz zaman yaralarımız da tez bir zamanda sağalır. Amma belə bir sual, hər kəs mi sağalır? Xeyr, hər kəs sağalmır. Əlimizdə ağırlaşmaları olurmu? Təbii ki, olur. Baxın, mən sizə cavab verəm. Düzdür, bəzən Instagram və ya TikTok səhifəmdə yazanda ki, güya siz hər kəsi sağalda bilirsiniz, siz bizim hansısa bir qohumumuzu sağaltmadınız deyilən zaman bir mənalı xəstənin ad familiyasını istəyirəm. Niyə görə? Əgər bir xəstə sağalmırsa, demək ki, ya ilk gündən biz xəstənin yaxından sağalmayacağını bildirmişik və yaxud da gedişatdan müəyyən razılaşmamazlıqlar yaranıb aramızda. Məsələn, xəstə bizə müraciət elədiyi zaman, xəstə bizdən, özəlliklə şəkər xəstələri, barmaqlarım qalacaqmı sözünü ala bilməzlər. Çünki biz ayaq saxlamağın üstündə mübarizə aparırıq. Amma burada mübarizəmizdə damar cərrahları bizə dəstək olmalıdır. Bizə endokrinoloqlar dəstək olmalıdır. Bizə infeksionist dəstək olmalıdır. Yəni, Xəyali xanımın əlində olan bir şeylər deyil. Ona görə əziz səhifəmin izləyiciləri, mənə yazdığınız zaman, məndən qiymət, məbləğ istədiyiniz zaman mən sizə heç bir cavab verə bilmirəm. Və yaxud da mənə müraciət eləyən xəstələrin, indi az əvvəl bir video paylaşmışam Instagram səhifəmdə, çünki TikTok çox şəkilləri, videoları paylaşmağa icazə vermir. Xəstə, ağır diabetik xəstə, xəstənin bir barmağı amputasiya olundu, xəstə damar cərrahına getdi, xəstə endokrinoloq tərəfindən müşahidə olundu, xəstə infeksionistin nəzarətində olundu və yerli yara baxımı mən elədim. Xəstənin bu arada ayaq amputasiyası qərarı verilmiş pasient idi. Xəstənin ayağının bütün alt hissəsi yox idi. Və müəyyən bir zamandan sonra, hardasa 2 ay səhv eləmirəmsə, xəstədən işləyəndən sonra xəstəyə bildirdim ki, artıq mənim işim bitdi. Xəstə mütləq plastik əməliyyat olunmalıdır. Yəni, ayağın alt hissəsinə qrift və ya filep olunmalıdır. Təbii ki, bunun da qərarını plastik cərrahlar verir. Bu iş mənim işim deyil. Amma mən yaramı sağaltmışam. Xəstə israrla
maddi durumlarının yetmədiklərini bildirərək və bütün məsuliyyətləri öz boyunlarına alaraq Qəbələ rayonuna getdilər. Amma mənlə əlaqəni heç bir şəkildə kəsmədilər. Və hər dəfə də mən təkrar xəstə yaxınına bildirirdim ki, baxın bu iş məni aşır, mənim edə biləcəyim bir iş deyil. Bu arada onda deyim, bu xəstəyə hətta fikirləşdim ki, xəstənin maddi durumu yoxdur. Ortez protez həkiminə müraciət elədim, xəstənin şəkillərini göndərdim və bunu mütəxəssisi belə, Xəyla xanım, biz bu xəstəyə ayaqqabı içliyi belə düzəldə bilmərik. Çünki ayaq altı komple olmadığına görə heç bir ayaq altı bunu tutmayacaq deyə bildirdi. Və göndərdiyim insan mütəxəssis və öz işini çox gözəl bilən həkimdir. Nəticədə xəstə sağaldı. Düzdürmü? İndi bu xəstə bildirsə ki, Xəyla xanım məni sağaltdı. Xeyr, onu mən sağaltmamışam. Baxın, mən tam açıq və tam səmimi deyirəm. Mən xəstəni plastik əməliyyat olunması üçün israr eləmişim. Onu bilmirik. Uca varlıq, böyük güc, Allah Taala, adına nə istəyirsinizsə deyin və xəstə yaxınlarının israrı doğru baxım sağaltdı. Mən heç bir möcüzə yaratmamışam o xəstədə. Mən sadəcə işimi görmüşəm. Əziz dostlar, bəlkə də uzun danışıram, bəlkə də sizi yoruram. Amma vəziyyəti başa salmaq üçün deyirəm. Mənə müraciət elədiyiniz zaman məndən məbləğ soruşmayın. Sadəcə onu bilin ki, heç kim insafsız deyil. Hər zaman da halal çörək yeməyə çalışırıq. Bunu mənim bütün pasiyentlərim bilir. Bunu mənlə işləyən bütün xəstələr bilir. Mən heç bir zaman heç bir xəstənin haqqına girməyi sevmirəm. Əgər görsəm ki, bu yaranı mən düzəldə bilməyəcəm, bir mənalı bildirirəm ki, baxın, xəstəniz ağırdır, mən bu yaranı qaldıra bilməyəcəm. Başqa bir həkimə gedin, işini daha doğru bilən mütəxəssisə gedin. Ancaq yanıq yaralarında isə dostlar, istənilən yanıq yarası. İlk zaman müraciət eləsəz, bizim Sumqayıt Hospitalda çox gözəl komandamız işləyir və mən Sumqayıt Hospitalda yatan bütün xəstələrə baxa bilirəm. Digərlərinə baxdım, zamanım yetmir. Sumqayıt Hospitala müraciət edə bilərsiniz. Biz xəstəni orada yatızdıra bilərik, stasionar müalicə ala bilər və təbii ki, yanığın dərəcəsindən asılı olaraq. Çünki bəzi dərəcələr var ki, onu bizim mərkəzimizin almaq yetkisi yoxdur. Biz xəstəni doğru şəkildə irəliləyə bilərik və yanığa çox gözəl müdaxilələr eləyib, yanığı çox gözəl sağalda bilərik. Əslində, az öncə yanımda bir jurnalist var idi. Mənim sağaltdığım yanıq xəstələrini gördüyü zaman Xəyla xanım, bu çox böyük bir sənət əsəri dedi. Özümü tərifləmirəm, təvəzzükarlıqdan uzaqda olsa. Sadəcə etik olmadığına görə dostlar, mən o şəkilləri paylaşa bilmirəm. Çünki bunlar etik deyil. Şəkillər həddindən artıq ağırdır. O xəstələrin hal-hazırdakı vəziyyətlərini video şəklində səhifəmdə paylaşmışam. Bir daha, məndən ödənişlə bağlı soru soranlar, xahiş edirəm, məni üzürlü hesab edin. Mən bununla bağlı sizə heç bir məlumat verə bilmərəm. İstəsəz xəstənizi bizim mərkəzə gətizdirə bilərsiniz. Üzbəüz müayinə zamanı hər şey detaylı sizdən danışa bilərik. Oldu, sağ olun.